Havaların soyuması mənzillərdə istilik sisteminin qurulması məsələsini gündəmə gətirib. Hazırda Gəncədə mərkəzləşdirilmiş qazanxanalar olmadığından sakinlər odun peçi, elektrik qızdırıcıları, kimi də qaz sobalarından istifadə edir ki, bu da bir çox hallarda ağır fəsadlar yaradır. Lakin bugün şəhərimizdə müasir mərkəzi istilik sisteminin yaradılması üçün vacib olan 3 amil – su, işıq və qaz vardır. Bəs görəsən Gəncədə infrastrukturun daha da yaxşılaşdırılması istiqamətində yenidən qurma işlərinə başlandığı bir vaxtda şəhərimizdə niyə müasir istilik sistemləri işə salınmır? Gəncədə 60-cı illərdən inşa edilən istilik qazanxanaları artıq 20 ildir ki, bir vaxtlar ölkədə yaranmış enerji qıtlığı səbəbindən fəaliyyətini dayandırıb. Sayı 51-ə çatan bu qazanxanaların artıq təmir edilib əvvəlki qaydada işə salınması mümkünsüzdür. Sistem tamamilə yenidən qurulmalıdır. Lakin sakinlər mənzillərini yenidən bu qənaətli istilik vasitəsilə isitmə imkanı qazanacaqları günü səbirsizliklə gözləyirlər. Hal-hazırda biz istifadə edirik sistemlər üçün elektrik cəryanından, elektrik peşlərindən. Bu da başa gəlir. Məsələn, əhali üçün, istifadə edənlər üçün. Bərpa olunsa çox gözəl olardı. Ona görə ki, qaz həm təhlükəlidir, həm hər tərəfli təhlükəlidir, yanğın təhlükəsi, zəhərlənmə təhlükəsi və s. Eyni zamanda iqtisadi cəhətdən də mərkəzləşdirilmiş istilik sistemi çox sərfəli olar. Mənə elə gəlir ki, olar. Ona görə ki, o nə qədər olsa ayda məsələn bir kvartiranın istidilməsi 10-15 manata başa gəlir. Halbuki hal-hazırda mən 80-100 manat qaz sərf edirəm. Eləcə də mənə elə gəlir ki, elə bu hamı üçün yaxşı olar. O bədələrin biz burada olanda bizim yanımızda kotelni var. O kotelni işləyirdi. Bizim istilikdən korluq çəkmirdik. Amma indi çox korluq çəkirik. Ona görə ki, mən pensioner adamam. Ayda qabaqlar bir ay bundan qabaq, 2 ay bundan qabaq alırdım 85 manat, indi alıram 95 manat. Mən ayda elə bil 24 manat, 25 manat mən təkcə qaza pul verirəm. Hazırda havaların mövsümə uyğun soyuq keçməsi Gəncədə enerji tələbatının artmasına səbəb olub. Nəzərə alsaq ki, əhalinin böyük qismi mənzilləri işıq və qaz ilə çalışan qızdırıcılarla isidir. Bu zaman şəhərdə mərkəzi istilik sisteminin tətbiqinin bu sərfiyyatı neçə dəfə aşağı salacağını təsəvvür etmək o qədər də çətin deyil. İstilik haqqını mən Sumqayıtda, Bakıda görürəm. 1 kvadrat metrəsi 5 qəpikdir. Tutaq ki, 60 kvadrat orada 3 manat ayda 2 manat 50 qəpik pul verir. Bu ən gözəl şeydir. Həm işığa ekonomiya gedir, həm təhlükəsizlikdir. Qızıb naqillər pajar eləmir, ya qaz partlayıb şey eləmir. Bu tamam belə bu sınaqdan keçmiş müsbət bir haldır bu eləyirik. Ona görə də biz dövlət proqramına salındıqca biz canla başla çalışırıq ki, hər tərəfi bu yeni tipli qazanxanalarla təmin eləyək. Gəncədə hazırda mərkəzi istilik sistemi ilə yalnız bir neçə idarə və sosial obyekt təchiz olunub. Onlara enerji daha ucuz, hər kvadrat metrinə görə cəmi 2 qəpikdən satılır. Gəncə İstilik Təsərrüfatının rəisi Əsəd Xudaverdiyevin sözlərinə görə, gələn il yaşayış binalarında da istilik sisteminin quraşdırılmasına başlanacaq. İlk olaraq bu işlər Gülüstan qəsəbəsində 20 binada həyata keçiriləcək. Gəncə şəhər icra hakimiyyəti başçısının müavini Şahmalı Cavadov 3 ilə şəhərimizdəki bütün binaların müasir istilik sistemi ilə təsis olunacağını deyir. Növbəti mərhələdə yəqin ki, çoxlu mərtəbəli yaşayış binalarının daxili istilik sistemi boruları dəyişdiriləcək. Onda artıq şəbəkə qoşulma və yeni qazanxanaların yaradılması məsələləri çıxacaq meydana, faydalıca təsis olunacaq. Çünki bu elə bir prosesdir ki, bundan qaçmaq mümkün deyil. Artıq həm səmərəlilik baxımından, enerji daşıyıcılarına istifadənin səmərəlilik baxımından, həm əhalinin firavan həyatı baxımından bu istilik sistemləri yaradılıb qurulacaq. Sovet dövründə istilik qazanxanaları daha çox enerji sərf etdiyindən ziyanla işləyirdi və bu sahəyə dövlət tərəfindən daim dotasiya ayrılırdı. Müasir qurğular isə xeyli qənaətli olmaqla yanaşı, həmçinin daha təhlükəsiz və səmərəli hesab edilir. Bu sistemlərin tətbiqi vətəndaşların keyfiyyətli istilik enerjisi ilə tam təminatına şərait yaradacaq.